Sizi salamlayıram, hörmətli izləyicilər. Bugün mən sizə qadınlarda tez-tez baş verən infeksiyalardan danışmaq istəyirəm. Qadınlara ən çox narahatçılıq verən infeksiyalar hansılardır? Birinci növbədə göbələk xəstəliyi. Buna kandidoz deyirlər. Vaginada bilirik ki, normal halda özünün mikroflorası var. Əgər o pozularsa, disbakterioz əmələ gələ bilər. Əgər o pozularsa, ora başqa mikroblar əlavə oluna bilər ki, bu da qadınlarda çox böyük narahatçılıq verir. Birincisi göbələkdir. İkincisi bakterial vaginozdur. Yəni Gardnerelladır. Bu da çox narahatçılıq verir, qaşınma verir, pis qoxu olur. Qadınlar deyirlər ki, məndən ölü balığın iyi gəlir və köpüklü ifrazat olur. Müalicəsi çox rahatdır, diaqnostikası da çox rahatdır. Üçüncü isə trixomoniyazdır. Bunun isə əlamətləri başqa cürdür. Yaşılımtıl ifrazat olur, yenə də qaşınma olur, yenə də qadınlar özlərinə yer tapa bilmirlər. Əziz qadınlar, əgər sizdə qaşınma, ifrazat, pis qoxu və vaginada narahatçılıq varsa, mütləq həkimlərinizə müraciət edin. Həkimlər həmin gün diaqnozu qoyub sizə müalicə yazacaqlar və siz sağlam həyata qovuşacaqsınız. Yetər ki, öz həkimlərinizə inanasınız və həkimə müraciət edəsiniz. Diqqətinizə görə çox sağ olun.